Təzə başlayanlar zərbə atırlar meşoka, sonra başlayır onların biləkləri ağrımağa. Bununla bağlı bir dəfə izah eləmişdim, təkrar izah edirəm. Uşaqlar, meşok əgər yellənirsə, sənə tərəf gəlirsə meşok, həmin an meşoka zərbə atmaq olmaz, biləkləri zədələyə bilərsən. Və yaxud da meşoku vurub itələmək olmaz. Hər zaman zərbəni atmaq üçün ən düzgün variant, zərbəni atdın, çəkirsən, qaytarırsan və itələmirsən. Çiyinlər boş, zərbə bu vəziyyətdə, əllər açıq, çatana yaxın. Çatandan sonra sıxmırsan yumruğunu. Çatana yaxın yumruğunu vurdun, qaytarsan çəniyə həmin xətt üzərindən. Bu vəziyyətdə. Aydındır, əgər ki, biləklərin ağrımağa davam edirsən, nə edirsən? Evdə hər gün məşq zalında da ola bilər. 3 set 1 dəqiqədən. Bu vəziyyətdə biləkləri bərkidirsən. İşləyirsən bu vəziyyətdə. Sonra işləyirsən bu vəziyyətdə. Həm gəl belə göstərim ki, daha düzgün görəsiz. Bax, bu vəziyyətdə. Bax, biləkləri bərkitmək üçün. Sonra tutursan yumruq bu vəziyyətdə. Bax, bu vəziyyətdə. Çalışın, indi dizlərinizi qoya-qoya işləyin. İlk növbədə bunları. Artıq vərdiş verəmdən sonra başlayırsan jim vəziyyətində durursan və jim vəziyyətində. İşlədirsən bu vəziyyətdə. Buradasan, qalxırsan yumruq üstə. Bu vəziyyətdə işlədirsən. Hop, hop, aydındır uşaqlar. Ondan sonra olacaq biləkləriniz dəmir kimi həm ağrımayacaq, ağrı azalacaq, həm də ki qoyduğunuz durmayacaq. Amma harada? Ringdə.